Ömürlük əlil ola biləcək uşağın DNT-sinə müdaxilə elədi və uşaq indi tamamilə sağlamdır. Bəli, nəhayət ki, insan xəstəlikləri canından götürüb kənara atmağı bacardı. Bu möcüzə deyil, elmdir. Bu və digər maraqlı xəbərləri bilmək üçün, eşitmək üçün isə sona qədər bizi izləyin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. DNT-yə müdaxilə bir çox ölkələrdə qanunla qadağandır. Hətta Çində uzun müddət bununla bağlı alimlərin bir neçəsi həbs olunub. Amma indi bütün dünya DNT-yə müdaxilənin vacib şərtləri haqqında danışır və necə eləyək ki, hər hansı bir xəstəliyi insanın zəncirindən, can zəncirindən götürək, sadəcə bir hərfi dəyişməklə onu tamamilə sağlam bir insana çevirək. Maraqlı xəbərdir, yeni xəbərdir. Mütləq izləyin və paylaşın. Çünki bu bilgiləri bilmək gələcəkdə sizin doğmalarınızda, yaxınlarınızda bu cür xəstəlik görəndə çarəsi var deməyi bacarmaqdır. Körpənin DNT-si yenidən yazıldı. Alimlər ilk dəfə olaraq ağır və nadir genetik xəstəlikdən əziyyət çəkən körpənin DNT-sini uğurla redaktə etməyə nail olub. Tarixdə ilk dəfə olaraq CRISPR texnologiyası əsasında unikal genetik mutasiyaya malik körpəyə uyğun fərdləşdirilmiş müalicə hazırlanıb. Körpə aktiv inkişaf etməyə başlayıb və yaxın vaxtlarda xəstəxanadan evə buraxılması gözlənilir. KJ Maldunda CPS1 fermentinin çatışmazlığı aşkarlanıb. Bu nadir xəstəlik qanda zəhərli amoniakın yığılmasına səbəb olur və xüsusilə beyinə ciddi ziyan vurur. Sərt pəhriz və qaraciyər köçürülməsi kimi ənənəvi müalicə üsulları hər zaman effektiv olmur və yüksək risk daşıyır. 2024-cü ilin iyununda The New England Journal of Medicine jurnalında dərc olunan məqalədə KJ üçün xüsusi hazırlanmış CRISPR əsaslı müalicə təqdim edilib. 6 aylıq periodundan başlayan gen redaktasiya terapiyası zamanı genetik kodun yalnız bir hərfi dəyişdirilib. Dərman qaraciyərə lipid nanohissəciklər vasitəsilə çatdırılıb. 3 dozadan sonra körpə daha fəal olub, daha çox zolal qəbul etməyə başlayıb və artıq sərbəst otura bilib. Həkimlər bunu tam sağalma hesab etməsələr də, xəstəliyin ağır təsirlərinin xeyli azaldığını bildirib. Yaxında balığı, pendiri, yumurtanı, qatığı, bütün bunları unudub yosun yeyəcəyik. Səbəb isə alimlərin tərkibində kifayət qədər zülal olmağınla bağlı bir araşdırma aparıb və yosunlar həqiqətən də insanların zülal ehtiyatlarını doldura bilərlərmiş. Düşünürəm ki, apokalipsis o qədər də yaxında deyil. Dünyanın sonuna hələ var, amma istənilən halda bunu bilməyimiz yaxşıdır. Yosunlar gələcəkdə protein tələbatını qarşılayacaq, eyni zamanda planetimizə əlavə yük yaratmayacaq mənbə kimi təqdim olunub. Almaniyalı tədqiqatçılar tərəfindən Nutrients jurnalında dərc olunan son araşdırmada yosunun tərkibində olan proteinin qida baxımından tam dəyərli və sağlamlıq üçün faydalı mənbə olduğu qiymətləndirilib. Tədqiqatlar göstərib ki, yosunlar metabolizm, əzələ sağlamlığı, ürək-damar sistemi və immunitet üçün faydalıdır. Xüsusilə omega-3 yağ turşuları ilə zəngin olmaları balıq yeməyənlər üçün vacib alternativdir. Əzələ protein sintezini stimullaşdırır, lipid profilini yaxşılaşdıra və iştahı tənzimləyə bilər. Spirulina və xlorella kimi mikroyosunlar yüksək proteinlə zəngindir və bütün vacib amin turşularını təmin edir. Onlar az torpaq və su tələb edir. Böyümə zamanı karbon qazını udur. Buna baxmayaraq uzun müddətli təsirlər və optimal dozalar hələ də araşdırılmalıdır. Mavi bazar ertəsi, yəni hər il yanvarın 3-cü həftəsinin 1-ci günü insanlarda ağır depressiya müşahidə olunur. Bu, bir alimin müşahidəsidir. O deyir ki, məhz yanvarın ortasında insanların kəskin şəkildə əhvalları aşağı düşür, günəşin azalmağındanmı, havanın soyumağındanmı və bir sıra faktorlardan insanlarda qəribə bir depressiv əhval formalaşır. Detalları xəbərdə biləcəksiniz. Mən isə düşünürəm ki, və bunu sizə deməliyəm ki, nə olursa olsun, həyatda var olmağa dəyər. Onsuz da mövcudluğumuz müvəqqətidir. Baxaq görək axıra yaxın nə olacaq.
Qış depressiyasına qarşı effektiv yollar. İlin ən kədərli günü 19 yanvar hesab olunsa da, mütəxəssislər bunun elmi əsasının olmadığını bildirib. Mavi bazar ertəsi termini ilk dəfə 2005-ci ildə psixoloq Cliff Arnold tərəfindən marketinq məqsədi ilə ortaya atılıb. Hava şəraiti, borclar və yeni il vədlərinin yerinə yetirilməməsi kimi amilləri birləşdirən bu formula elmi sübuta malik olmasa da, qış aylarında insanların emosional vəziyyətinin pisləşməsi bir faktdır. Gün işığının azalması bədəndə serotoninin və melatoninin balansını pozaraq yorğunluq, yuxusuzluq və maraqsızlıq yaradır. Ekspert Stephanie Davis bildirir ki, yanvar depressiyasına qalib gəlmək üçün radikal dəyişikliklər deyil, kiçik və məqsəd yönlü addımlar lazımdır. Gündəlik cəmi 20 dəqiqəlik fiziki aktivlik depressiya simptomlarını azaltmaqda medikamentoz müalicə qədər effektiv ola bilər. Otaqları maksimum işıqlandırmaq enerji səviyyəsini yüksəldir. Gündə 7-9 saatlıq keyfiyyətli yuxu mütləqdir. Son olaraq isə sosial əlaqələrin vacibliyi vurğulanır. Dostlarla qısa bir telefon zəngləşməsi və ya görüş izolyasiya hissini yox edən ən güclü antizəhərdir deyə alimlər bildirir. Alimlərin daha bir araşdırması PLOS ONE jurnalında dərc olunub və onlar deyirlər ki, ev heyvanı olan adamların öz itini, pişiyini itirəndə çəkdiyi ağrı ilə insanların öz doğmalarının ölüm xəbərinin alması arasında heç bir fərq yoxdur. Hər iki halda kədər və qüssə eyni dərəcədə insan psixikasına təsir eləyir. Bu eyniliyi necə hesablayıblar, indi biləcəyik. Ev heyvanının ölməsi doğma insanı itirmək qədər ağrılıdır. Britaniyalı alimlərin apardığı yeni araşdırma ev heyvanının ölümü insanlarda illərlə davam edən ciddi psixi pozuntulara yol açdığını göstərib. PLOS ONE elmi jurnalında dərc olunan tədqiqat göstərib ki, ev heyvanını itirən biri bu ağrını ən yaxın dostunun və ya qohumunun ölümü ilə eyni dərəcədə ağır yaşayır. 975 nəfər arasında keçirilən sorğu nəticəsində məlum olub ki, iştirakçıların 7,5%-ində uzun müddətli yas pozuntusu diaqnozu müşahidə olunub. Bu rəqəm dostunu və ya bacı qardaşını itirənlərin göstəricilərinə olduqca yaxındır. İrlandiyanın Maynooth Universitetinin psixologiya professoru Philip Hyland bildirib ki, bu itkini yaşayan insanlar dərin ümidsizlik, emosional uyuşma və gündəlik işləri yerinə yetirə bilməmək kimi simptomlarla üzləşir. Ekspertlər xəbərdarlıq edir ki, bu cür itki yaşayan şəxslərə peşəkar psixiatrik yardımın göstərilməməsi onların həyat keyfiyyətini pisləşdirə bilər. Nəyə görə evin birinci uşaqları daha ağıllı və daha uğurlu olurlar? Bu sualın cavabını da alimlər axtarıb tapıb və məlum olub ki, uğurlu insanların 90%-i evin ilk övladlarıdırlar. Səbəblərini indi baxanda bu sujetdən anlayacaqsınız. Niyə ailənin birinci uşaqları daha uğurlu olur? Ailədə uşaqların doğulma ardıcıllığının onların gələcək həyatına ciddi təsir göstərdiyi barədə yeni araşdırmalar maraqlı faktlar ortaya qoyub. Alman tədqiqatçılarının 2014-cü ildə apardığı tədqiqatlara görə ailənin ilk övladları bacı qardaşları arasında orta hesabla daha yüksək IQ səviyyəsinə malik olur. Araşdırma Proceedings of the National Academy of Science jurnalında dərc olunub. Statistik göstəricilərə əsasən astronavtların 91%, Amerika Birləşmiş Ştatının prezidentlərinin 53% və Harvard Universiteti tələbələrinin təxminən 80% ailənin ilk uşaqlarıdır. Mütəxəssislər bunu valideynlərin ilk övlada daha çox vaxt ayırması, daha ciddi nəzarət və təhsil verməsi ilə izah edib. İlk uşaqlar adətən liderlik xüsusiyyətləri ilə seçilir və rəhbər vəzifələrə daha tez yüksəlir. Lakin bu üstünlüklərin mənfi tərəfi də var. Araşdırmalar göstərib ki, ilk övladlar yüksək qan təzyiqi və piylənmə kimi sağlamlıq problemləri ilə daha çox üzləşir. Alimlərin fikrincə, ailə daxilində artan məsuliyyət və psixoloji təzyiq bu riskləri artırır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.